Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün hidrogen bölməsində yeni test topusunda yeni tərtib olunmuş sualın izahını təqdim edəcəm. Deməli bizə kalsium hidrit verib 18 qram və su ilə reaksiyasını verib. Kalsium hidrit su ilə reaksiya daxil olanda mən bilirəm ki, burada kalsium hidroksid əmələ gəlir. Və bizə kalsium hidroksidin, yəni bərk qalan kütləsini neçə verib? 30 qram, düz deyilmi? İndi bunun da kütləsini verib nə qədər? 18 qram. Gəlin görək bu kalsium hidrid ilə kalsium OH2 arasında hansı fərq var? Görən burada bir dənə kalsium var, burada da bir dənə kalsium var. Burada 2 dənə hidrogen atom var, burada da 2 dənə hidrogen atom var. Bəs bu fərq nəyə görədir? Bax, buradakı oksigenə görə. Yəni sən 30-dan 18-i çıxsan, tapdığın bu 12 oksigenə görə fərq olacaq uşaqlar. Tapdım burada oksigenin kütləsini 12. 12 bölünsün ümumi kütlə, yəni 30, vurulsun 100, bu da eləyəcək oksigenin kütlə payı, yəni bu da eləyəcək 40%.